tək danışa bilmir. Yəni, çünki kilsədə, yəni biz kilsələrdən xəbərdarıq, kilsələrdə yanımızdakına baxıb mühakimə etməməliyik. Kənardan gələn səslər, yəni şeytan, murdar ruh, belə deyək, düşüncəmizlə bizə yəni, ilk növbədə gelir və düşüncədən də ürəyə düşür. Əgər o söz haqqında biraz da belə düşünsək, gəlir düşür ürəyə. Biz kilsəyə belə gələriksə o qaranlıq otağa girməliyik. Tanrı ilə tək görüşə gəlirik. Tanrını dinləməyə gəlirik və Rəbdən öz payımızı almağa gəlirik. Və gizlin otağımıza çəkilib Rəblə münasibətdə durmalıyıq. Yanımızdakı necə geyinib, nə geyinib, kilsədə kim nəyi neynədi, gözümüz arxada yox. Bizim gözümüz Tanrının xidmətçisinin söylədiyi kəlamlara, vəzlərə və onları Tanrı ilə bir yerdə, yəni müqəddəs ruhun dənəti altında ürəyimizə qəbul eləməliyik. Bu qaranlıq otaq budur, əziz dostlar. Və qapını da bağlamalıyıq, murdar ruh bizi uzaqlaşdırmasın. Və bu gizlində görən Tanrı içimizdə necə Rəbbi əsər, yəni Rəbbin kəlamının üzərində əsərək ki, yadımdan çıxmasın, mən bunu qəbul edim, mən bunu yiyim. O qapıları ki, bağlayırıq və oradan ki, aldığımız xeyr və bərəkət var və Tanrı da bunu görür ki, bizim heç kəsdə işimiz yoxdur, tək və özümüzü də yəni göstəriş eləyənlər var, ucadan qışqırıb haykıranlar var, diz atanlar var, halleluya deyənlər var, amma gözləri də sağda solda olanlar var. Tanrı məhz bu insanlar üçün qaranlıq otağa çəkilin və qapını bağlayın dedi. Əziz dostlar, o gizlində görən Tanrı açıqcasına sənə mükafatını verəcək və əli dolu evindən qayıdacaqsan. İsa Məsihin adıyla mən bəz vermək istəmirəm, sadəcə bir məsələ çəkdim. Rəbb hər birimizə bol xeyir və bərəkət versin. Bugün bütün toplantılar Tanrının müqəddəs ruhunun iradəsi altında keçsin və bütün vəzçilərimiz, bütün Tanrının evladları, xidmətçiləri Rəbbin sözlərini desin. Tanrı onların dilinə nə qoyubsa məhz etsin hər birinin dilini, ağzını, gözünü və xalqa çatdırsın. Onda zalda oturmuş hər kəs öz sualına cavab tapacaq. İsa Məsihin adı ilə. Amin, amin, amin. Mən bir kəlama başlamaq istəyirəm. Çox gözəl bir kəlamdır. Yenə də Davud Peyğəmbərin sözləridir. Tanrı onun üçün, ona görə dedi ki, mən indi başa düşürəm, nədən dedi Tanrı ki, ürəyimcə olan kişisən. Baxın, gör nə gözəl sözlər deyir. 1-ci Səlnamələrdən 29-cu başlığın, yəni fəsilin, gəlin 11-dən deyək.